Bu günləri Naxçıvana dronlar düşdü. Aeroporta, məktəb yaxınlığına və Naxçıvanda insanlarımız təlaş içindədir. Haqlıdırlar. Onlar dinc yaşamağı sevirlər. Mən ümumiyyətlə sülhün tərəfdarıyam. Müharibə heç vaxt heç kimə xeyir gətirməyib. Amma bunu da deyim biləsiniz ki, o dronlar hansı ölkəyə məxsusdur, hələ bilinmir. İran təqzib edir ki, bunu mən atmamışam, deyir, mənlik deyil. İndi gəlin oturaq fikirləşək, bu kimə xeyir eləyir ki, bu günləri Azərbaycanı da bu qanlı savaşa salsınlar. Bu bir. İkinci, Bakı da vurulacaq, amma neft buruqları və ola bilsin ki, İlham Əliyevə bu elə sərf eləyir bu günləri gündəmi dəyişmək. Çünki bunun gəlin söhbəti var. O yüzden özləri də vurarlar. Valla bunlardan nə deyirsiniz çıxar.